Söhbət Məhəmməd Hüseyn Şəhriyardan gedir. Yazdığı şeirləri də elə bir intonasiya ilə səsləndirib ki, ondan sonra o yaşantını ancaq onun səsində və o sözlərin tələffüzündə hiss eləmək mümkündür. Maraqlı bir məqamı istəyirəm sizin üçün danışım onun həyatından. Məhəmməd Hüseyn Şəhriyar Süreyya adlı bir qızı sevirdi. Tibb Universitetində oxuduqları dönəmdə onların gənclik dönəminə təsadüf eləyir. Onlar bir-birini çox sevirdilər. Hətta Şəhriyarın sonralar dediyi bir ifadə var ki, bu sevginin nə qədər möhtəşəm olduğunu ifadə edir ki, əgər Süreyya olmasaydı, mən adi bir həkim olardım. Onun eşqi məni şair elədi. Şah dövründə, həmin dönəmlərdə bunların sevgisinə mane olan məqamlar olur. Şahın qohumlarından biri Süreyyanı sevir və Şəhriyarı sürgün elətdirir. Onu sürgün elətdirəndən sonra təbii ki, bunların bir son görüş məqamı olmalıydı, planlanmalıydı. Süreyyanı evdən qoymurdular, yəni anası icazə vermirdi ki, getsin son dəfə Şəhriyarla görüşsün. Şərti olaraq icazə verir ki, bəli, gedə bilərsən.